Duyarlı yanaşırıq bu məsələyə, amma bəzən belə bir algı da var ki, Güney Milli Hərəkatı hələ konkret hədəflərini müəyyən etməyib. Siz Quzeydə müstəqilliyimizi bərpa eləyən hərəkatın liderlərindən biri kimi, dövlətin başında olan şəxslərdən biri kimi nə fikirləşirsiniz İsa bəy? Belədirmi? Yəni, mən gerçəkçi baxmaq üstünlük verirəm prosesə və vəziyyətə. Yəni, nə çox optimist, nə çox pessimist. Gerçəkçi baxmaq üstünlük verirəm. Nəzərə almaq lazımdır ki, İranda dəhşət dərəcədə qəddar bir rejim var. Bu rejim elə son hadisələrdə bəzi rəqəmlərə görə 40 minə qədər, bəlkə 50 min deyirlər, 50 minə qədər insan öldürdü. Dəhşətli bir rəqəmdir, heç adam qəbul edə bilmir. Yəni, biz bir 20 yanvarı yaşadıq, orada yəni yüzlərlə idi, düşünün, və minlərlə insan. Nəzərə alın ki, 80-ci illərin ortalarında SSR-nin rəhbərliyi dövlətin bu şəkildə davam edə bilməyəcəyini qəbul eləmişdilər. Bunu rəsmən bəyan eləmişdilər. Qarbaçov xətti var idi. Rəsmən bəyan eləmişlər ki, bu şəkildə olmaz. Əgər dövləti inkişaf etdirmək istəyiriksə, dəyişməliyik. O dəyişməliyik söhbəti başlandı. İndi siz gənclərin yadında detallı 86-cı il iqtisadi proseslərdən. Yəni, başladılar ki, sürətlənməliyik ki, Qərbin iqtisadi cəhətdən Qərblə yarışda uduzmayaq. Biraz danışdılar, çalışdılar, sonra dedilər ki, yox. Sürətlənmək üçün gərək yenidən qurma olsun. Yenidən qurulaq ki, sürətlənə bilək. Sonra biraz yenidən qurma, danışdılar, gördülər, danışmaqla olmur. Dedilər, yenidən qurma üçün söz razılığı olmalıdır. Glasnost başladı. Aşkarlıq olmalıdır. Yəni, aşkarlıq olmalıdır. Sözü ilə də proses artıq başlandı. İnsanlara danışma imkanı verildi. Fərqli fikirlər deməyə imkan verildi. İran hələ o mərhələyə gəlib çatmayıb. İran qəddarlığını davam elətdirir. İran bu vəziyyətdə də öz vətəndaşlarına zülm eləməyə davam edir. Ona görə də orada biz soydaşlarımızdan 1980-ci illərin ortalarında Şimali Azərbaycanda bizim etdiklərimizi gözləməyimiz düzgün olmaz. Bu mərhələ-mərhələ gedəcək. İndiki mərhələdə mən açıq fikrimi deyirəm, Güneyli soydaşlarımızın bir nömrəli vəzifəsi özlərini qorumaqdır. Özlərini qorumalıdırlar. Özlərini qabağa verib bu qəddar rejimin qurbanlarına çevrilməməlidirlər. Bu birinci vəzifədir. Ancaq eyni zamanda özünü qorxutmaq olmaz, qorxmaq olmaz, ürəkli olmaq lazımdır. Gərəkəndə mövqe ortaya qoyulmalıdır. Bu mövqe istər Quzey ilə bağlı mövqeyi ortaya qoymağı bacarmalıdır. Yadınızdadır, 44 günlük savaşda bizim Güneyli soydaşlarımız mövqe ortaya qoya bildilər. Öz hakimiyyətlərinə tələb eləyə bilirdilər ki, Ermənistana kömək eləmə, Azərbaycana dəstək verilməlidir və s. və s. Və indi də Güneyli soydaşlarımız İran rejiminin Naxçıvanı vurmasına etirazın formalarını tapmalıdır. Yumşaq formada, sakit formada. Ancaq hansısa bir şəkildə İran rejiminə çatdırılmalıdır ki, bu təkcə Quzeylilərin yox, həm də Güneylilərin etirazıdır. Bunu yol verilməzdir. Yaxud son vaxtlar ki, bu söhbətlər aktuallaşıb ki, raket və təyyarə zərbələri ilə İrandakı rejimi tam çökdürə bilməyən, nə qədər zəiflətsə də Amerika Birləşmiş Ştatları və İsrail Kürd silahlı qüvvələrini döyüş meydanına yeritmək haqqında danışmağa başlayıblar. Yəni, bu ciddi təhlükədir. Bu, İranda və xüsusən də soydaşlarımızın yaşadığı bölgələrdə etnik tərkibi, etnik nisbəti dəyişmək cəhdidir, vəziyyəti köklü sürətlə dəyişmək cəhdidir. Və bizim soydaşlarımızın həyatına birbaşa təhlükədən xəbəri verir bu məsələlər və ona da həm soydaşlarımız öz etirazlarını bildirməyə bacarmalıdırlar. Həm də ki, o ordunun içində, hətta Sepahın içində olan qüvvələrin içindən milli elementlərlə dil tapmaq və onları bu təcavüzün qarşısına dayanmağa, inandırmağa bacarmalıdırlar. Burada təbii ki, son söz yenə də Azərbaycan və Türkiyə üzərində düşmüş olacaq. Əgər o Amerika və İsrail yanlış eləsələr və Kürd silahlı qüvvələrini meydana sürsələr, əgər İranın hakim dairələri bunun qabağını almağa qadir olmayırsa, Azərbaycanın və Türkiyənin borcudur. Həm öz sərhədlərini müdafiə eləmək, həm də soydaşlarımızı müdafiə eləmək. Amma soydaşlarımız da bu
təhlükələrdən xəbərdar olmalıdırlar və buna etiraz üçün, bu barədə sözlərini demək üçün formaları tapmağa çalışmalıdırlar. Bugünkü mərhələdə bu zəruridir. Proses getdikcə, rejim çökməyə başladıqca İranda indi dəhşətli bir zərbə dəyib onlara, çox zəifləyiblər, ancaq hələ ki sıradan çıxmayıblar. O sonraki mərhələdə təşkilatlanma, söz deyilməsi, mövqe deyilməsi ortaya çıxacaq. Mən Əjdər bəylə razıyam. Güneydə ciddi bir hərəkat var və böyük bir qüvvə var. Xalqımızın içində böyük bir qüvvə var, iradə var. Amma o iradənin dediyimiz şəkildə ortaya çıxması üçün müvafiq situasiya yetişməlidir. İsa bəy, çox üzr istəyirəm, situasiya yeri gəlmişkən, yəni bu İrandakı baş verən proseslərə Güney Milli Hərəkatının özəlliklə yəni Ostanlar şəklində lap götürsək, Qərbi Azərbaycan, Şərqi Azərbaycan Ostanlarının fəal müdaxiləsi passivlik kimi deyil, milli onda həmrəylik qərarıdır. Beləmi anlamalıyıq prosesi? Yəni təbii ki, hamısı bu olmalıdır. O siyasi yanaşma da olmalıdır. Yəni qarışmamaq mütəşəkkil bir qərardır deyirsiniz. Məncə bu kifayət qədər gerçəkçi bir yanaşmadır. Ancaq dediyim kimi bir tərəfdən özlərini qorumalıdırlar soydaşlarımız, qardaş bacılarımız. Digər tərəfdən də bu təhlükələrdən xəbərdar olmalıdırlar və bu təhlükələrin qabağında öz sözlərini ehtiyatla da olsa deməyə hazır olmalıdırlar. Buna ehtiyac var. Buna millətimizin ehtiyacı var, elə güneyli soydaşlarımızın özünün də ehtiyacı var. Biz buradan sözümüzü deyirik və deyəcəyik. Biz yenə də bu sizin yaratdığınız fürsətdən istifadə edib, mən fikrimi çatdırıram, Müsavat Partiyası adından deyirəm, Demokratik Düşərgə adından deyirəm ki, biz güneyli soydaşlarımızı İslam'a yalnız buraxmayacağıq. Biz onlarla bir yerdəyik. Onlar üçün hər cür fədakarlığa, hər cür addımlara hazırıq. Onlar yalnız deyirlər, bunu bilsinlər, hiss eləsinlər. Və eyni zamanda bütövlükdə vəziyyəti dəyərləndirməyə çalışmalıyıq Aygün xanım. Azərbaycan uzun illərdir, müstəqillik dönəmində əslində qalsa, bunu biz də deyirik, hakimiyyət nümayəndələri də müxtəlif variantlarda deyirlər ki, biz şimal təhlükəsi ilə cənub təhlükəsinin arasındayıq. Şimaldan Putin rejimi, cənubdan klerikal rejim, molla rejimi Azərbaycan üçün ciddi təhlükədir, hər cəhətdən ciddi təhlükədir. Bunu hər zaman demişik. Və diqqət edin ki, Azərbaycanın müasir hakimiyyəti, Əliyev hakimiyyəti açıqcası Rusiya ilə də, İranla da normal münasibətlərə can atır. Hər zaman bir yolunu tapıb, bir yola verməyə necələrlər çalışır. Rusiya ilə də, İranla da. Nə oldu axırı? İkisi də gerçək sifətlərini qoydular. Rusiya hər zaman göstərirdi və 2024-cü ilin dekabrın 25-də bizim təyyarəni vurmaqla, vətəndaşlarımızı, soydaşlarımızı məhv etməklə və sonra da bu günahı normal şəkildə üzərinə qəbul edib üzrxahlıq eləmək əvəzinə, kompensasiya ödəmək əvəzinə, cinayətkarları cəzalandırmaq əvəzinə bizim Rusiyada yaşayan soydaşlarımıza hücumlara başladılar. Müxtəlif regionlarda insanları həbs eləməyə, təzyiq göstərməyə başladılar. Hələ də davam eləyir. Və bizə diqqət edirsə, diaspor rəhbərlərinə hücum eləyirlər. Çünki diaspor rəhbərlər hətta biznesmenlərdir, müəyyən imkanları olan, müəyyən əlaqələr qurmuş adamlardır. O adamların zəiflədilməsi bütövlükdə bizim o diasporanın zəifləməsinə gətirib çıxaracaq orada. Bu zərbələri vururlar Rusiyada. Və İran məsələsi. İranla da eyni qaydada Azərbaycan hakimiyyəti, Əliyev rejimi daim onlarla dil tapmağa çalışır. Nə oldu? Gah səfirliyimizə əl avtomatlı terrorçu hücum eləyir, gah torpağımıza dron atırlar, məktəbimizə, aeroportumuza dron atırlar və bir tərəfdən bunu özlərinin etmədiyini bəyan edirlər, o bir tərəfdən hələ qorx etməyə gəlməkdə davam edirlər. Yəni bu o deməkdir ki, Rəsulzadənin bu məsələlərə yanaşmaları, Əbülfəz Elçi bəyin yanaşmaları şəxsi seçim deyildi. Bu gerçək siyasəti, dünyadakı vəziyyəti, bölgədəki vəziyyəti gerçək təhlilinə əsaslanan mövqelər idi. Və indi də biz sizdən söhbətlərdə dəfələrlə qeyd elədik ki, 44 günlük savaşda və bir günlük antiterror əməliyyatında Azərbaycanın böyük uğurları bir sıra amillərin yanaşı, həm də ki o milli strateji xəttimizə uyğun addımlar atılmasındaydı.
Yəni o dövlət millət birliyi o cür yarandı deyirsiniz. Və o zaman da demişdik, bax bu gün də mən hər dəfə az qala sizlə söhbətdə demişəm ki, üçlü platformamız var, üçlü təkliflər sistemimiz var. Uğur qazanmaq istəyən hakimiyyət ölkədə milli birliyə nail olmalıdır, gerçək milli birliyə. İkincisi, Türkiyə ilə ittifaq, münasibətlər mümkün qədər dərinləşdirilməlidir. Nə qədər yaxşı olsa da yenə də azdır, dərinləşdirilməlidir. Üçüncüsü də çağdaş dünya ilə dil tapmaq, çağdaş dünyaya inteqrasiya olmaq xətti, bütövləşmək xəttidir. Bu üç məsələdir. Bunlara əməl edirsənsə uğur var. Diqqət elədiniz, bütün uğurlarımızın formulu budur əslində. Budur. İndi bu belədir. Bu rəssadə xəttindən, Elçibəyə xəttindən gələn bir yanaşmadır. Və diqqət elədiniz, Naxçıvan vurulmasına görə az qala bütün dünya Azərbaycana dəstək verdi. Deyirdilər, Azərbaycanı sevmirlər, nə bilim, xristiyan təşrif keçdiyi və s. və s. Müxtəlif fikirlər deyilir. O mövzulara girmirəm mən. Ancaq faktdır ki, bütün demək olar ki, ciddi dövlətlər, ciddi məsuliyyətli mərkəzlər Azərbaycana dəstək verdilər o məsələdə. Yəni bizim dediyimiz bu üçüncü məsələ çağdaş dünya ilə bütünləşmək məsələsi elə belə xam xəyal deyil. Bu gerçəklikdir. Həm gerçək imkandır, həm də gerçək ehtiyac olan bir məsələdir. Azərbaycan hakimiyyəti bu istiqamətdə müəyyən addımlar atılır, deməyək ki, addımlar atılmır. Xüsusən Türkiyə ilə əməkdaşlıq, birlik istiqamətdə addımlar atılır. İndi bu daha da dərinləşməlidir. Bəllidir ki, bu regional vəziyyətə baxışda Türkiyə ilə Azərbaycan arasında biraz fərqli yanaşmalar da var. Özəlliklə İran məsələsində xüsusən hiss olunur. İran məsələsində, İsrail məsələsində daha çox müəyyən fərqli yanaşmalar var. Bu danışılmalıdır. Bizim sözümüz hər zaman bu olub ki, Türk dövlətləri sözdə deyil, əməldə birləşməlidirlər. Zaman-zaman konkret problemləri masaya yatırıb bu barədə ortaq mövqe formalaşdırmağa çalışmalıdırlar. İndi o baxımdan deyirsiniz ki, bu günlərdə belə bir görüş keçiriləcək. Bu çox düzgündür. Bəli, sabah. Bəlkə də biraz gecikdirilmiş addımdır. Əvvəlcədən edilməlidir. Ancaq görünür, Türkiyə hücum və Azərbaycana hücum təhlükənin nə qədər böyük olduğunu bütün dairələri bir daha nümayiş etdirmiş oldu. Və bu ortaq Türk NATO-sunun yaradılması, yəni bir qədər də geniş götürürəm, yaranmasına səbəb ola bilərmi? Yəni regionda artıq bizim üçün konkret təhlükə ölkələri varsa, hərbi gücümüzü birləşdirmək, daha da irəlilətmək siz Türkiyə nəzərdə tutursuz. Məsələn, bəziləri iddia edir ki, qısa zamanda bu həm də onun üçün vacib bir məqam oldu ki, bu Azərbaycana dron hücumu Naxçıvana Türkiyənin Naxçıvanın təhlükəsizliyi ilə bağlı öhdəlikləri Şuşa bəyannaməsi işə düşsün. Bizim seyircilərimiz də sual yazmışlar, üzr istəyirəm, adını unuttum seyircimizin. O da sual verir. Yəni Türkiyə artıq Azərbaycanda bir hərbi baza yaratması ya ümumi Türk Dövlətlər Birliyinin hərbi sahədə əməkdaşlığının dərinləşdirməsi. Bunu da zaman artıq yetişdiribmi? Bu, bilirsiniz, kifayət qədər mürəkkəb məsələdir Aygün xanım. Yəni, təbii ki, bu bizim üçün önəmli bir istiqamətdir və həddindən artıq maraqlıyıq bu istiqamətin dərinləşməsində. Ancaq eyni zamanda bütün diqqətimiz, bütün strategiyamiz yalnız bu istiqamətdə olmamalıdır. Məsələn, çox açıq bir sual verim. İndi sual da yarandı ki, niyə o Naxçıvana atılan dronlar Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən tam şəkildə qarşılanmayıb? Deməli, qarşılamaq lazımdır. Deməli, ona hazırlaşmaq lazımdır. Başlayıb bu hazırlıq. İndi bir sualımı səsləndirin. Sizcə bu mərhələdə Azərbaycanın dronlardan müdafiə işinə Qazaxıstan daha çox fayda verir, yoxsa Ukrayna? Ukrayna. Şəksiz. Ukrayna o müharibənin savaşın içindədir. Ukrayna o qədər təcrübə gəlişib, Ukrayna dünyanın ən güclü ordularından birinə çevrilib. Hərbi təcrübə baxımındansa ilk dövlətlərdən biridir dünyada. Yəni o qədər güclüdür. Və xüsusən də dron sahəsində Ukraynanın hücum etmək təcrübəsi də Rusiyada haralara gedib çıxıb zərbələr vurdular. Tatarstana qədər. Müdafiə olunmaq işi də çox mükəmməl səviyyədədir. Və bu saat təsadüfi deyil ki, o İranın dronlarının hücumlarına məruz qalan ərəb ölkələri, yaxın şərq ölkələri arasında söhbət gedir ki, Ukrayna bəlkə gəlsin, burada o sistemi qurmağa kömək eləsin. Elə bugün mən Ukraynanın televiziya kanallarından birinə müsahibə verirdim. Açıq şəkildə soruşdular ki, Azərbaycan, Ukraynanın bu məsələdə iştirakına siz tərəfdarsınız, yoxsa yox?
Yəni özləri də maraqlıdırlar. Çünki bilirsiniz, hər şey bir-birinə bağlıdır. Bu saatı bizim şimalımızda da müharibə gedir, cənubumuzda da müharibə gedir. Və şimalımızda Ukrayna amili var. Və Ukrayna həm də İran dronları ilə vurulur. İran Rusiyaya birbaşa dəstək verir. Yəni Ukraynanın birbaşa marağı var bu bizim cənubumuzdakı vəziyyətdə. Və Azərbaycanla da Ukrayna arasında kifayət qədər yaxşı münasibətlər var. Yəni bu saat biz o münasibətlərdən istifadə edib öz müdafiə işlərimizi gücləndirmək, təcrübəmizi artırmaq, əhalimizin həm burada, həm güneydə təhlükəsizliyini təmin etmək imkanlarından niyə də yararlanmayaq? Yəni şaxələndirilmiş bir siyasətin tərəfdarsız deyil. Bəli, ona görə də yalnız bir istiqamətdə getmək düzgün olmaz. Yeri gəlmişkən, Turan axı böyük bizim imperiyalar olubdur. Səfəvi imperiyası, Osmanlı imperiyası. Səfəvi imperiyasının bütün xalqı türklərdən ibarət idi. Yox, təbii. Osmanlı imperiyasının bütün imperatorluğun bütün əhalisi türklərdən ibarət idi. Eləcə də biz Turan qururuqsa, Turanı ancaq türklərdən ibarət bir birlik kimi görməməliyik. Yox, dövlətlər var orada yəni. Dövlətlərin heç biri tək millətli deyil. Hamısı faktik olaraq çox millətlidir. Bir sıra dövlətlər də Turan birliyinin müşahidəçi üzvü olmağa çalışırlar. Bəziləri artıq üzvlər, bəziləri də olmağa çalışırlar. Yəni bütün bunlar nəzərə alınmalıdır və biz öz bu addımlarımızla digər qüvvələri çəkindirmək, bizə düşmən kimi baxmağa sövq etməməliyik. Əksinə bizə bölgədə sülhə, əmin-amanlığa dəstək verən, başqa millətlərlə də bir yerdə bu sülhü, əmin-amanlığı təmin etmək istəyən və buna qadir olan bir qüvvə kimi baxmaları bizim də işimizə uyğundur. Bölgədə sülh və əmin-amanlığa da xidmət edən bir məsələ olacaq. İsa bəy, bəs məsələyə bir qədər tərs tərəfdən baxsaq, sizin fikrinizi apayentlik kimi soruşun bu sualı. Bu bölgədə yaşayan bütün xalqların təhlükəsizlik çətiri deyilmi Türk Dövlətlər Birliyi? O dövlətlər də bundan xəbərdar olmalıdırlar, razı olmalıdırlar, buna yoxsa yox. Yəni, Mərkəzi Asiyada 5 dövlətdir, 4-ü Türk dövlətidir, biri Tacik dövləti, Farslara, İran dilli bir dövlət Farslara yaxın. Və Mərkəzi Asiyanın biz birliyini, bərabərliyini istəyiriksə, məncə istəyirik və təsadüfi deyir ki, sonuncu dəfə 5 Mərkəzi Asiya dövləti bir araya gələndə Azərbaycanı da dəvət elədilər və təkcə 4 Türk dövləti yox, Tacikistan da Azərbaycanın orada iştirakının məqsədə uyğun sayılır. Və bu saatı Cənubi Qafqazda Gürcüstanın və Ermənistanın Azərbaycanın və Türkiyənin dəstəyinə ehtiyacları yoxdurmu? Var. Amma onlar görməlidirlər ki, bu Türk birliyinin güclənməsi onlar üçün təhlükə deyil. Əksinə onların təhlükəsizliyini təmin edən, onları yeri gələndə Rusiyadan, İrandan, başqa qüvvələrdən qoruyan bir qüvvədir bu. Bunu sözdə yox, əməldə nümayiş etdirmək lazım, sübut eləmək lazımdır. Xalqlar, insanlar bizdən qorxmamalıdırlar. Bizim bütövlükdə bütün dövlətlərin, millətlərin, bu regiondakı sülh əmin-amanlığı xidmət eləməyimizə inanmalıdırlar, bizim səmimiyyətimizi görməlidirlər və inanmalıdırlar. Bu, yəni, mürəkkəb mövzu, təbii ki, bu mənim dediyim istiqamətlərin biridir. Digər istiqamət isə hər zaman bütün variantlara hazır olmaq, istənilən yerdən bizə zərbə dəyə biləcəyi ehtimalını da beynimizin bir ucunda saxlamaq lazımdır. Bu, müasir dövrün qaçılmaz bir gerçəkliyidir. Təşəkkür edirəm. İsa bəy, Əjdər bəyin çıxışını